Salam aleykum hər bir kəsə. Deməli, bugün məsəl üçün mən burada bir maarifləndirici video paylaşmaq istəyirəm də bu məsələdə. Deməli, maarifləndirici video nədir? Yəni bir motorun ərsəyə gəlməyi üçün, baxın, bax bu qədər aparaturadan təkcə bunları deyirəm ha, yəni qalovka açarlarını, qayçın açarlarını, onları saymıram da, yəni bolt açıb bağlayan açarları saymıram. Sırf yəni ölçü vahidlərindən söhbət eləyəcəm. Yəni bir motorun ərsəyə gəlməyi üçün. Bir motorun ərsəyə gəlməyi üçün, yəni bu qədər açardan istifadə eləyirəm. Yəni bunu mən özüm üçün yəni eləyirəm. Bunlar hamısı mənim özümə aid olan bir şeylərdir. Yəni mən bunu özüm üçün yəni eləyirəm belə şeyləri. Bu məsələdə, məsəl üçün, bax motor yığılır, motoru mən məsəl üçün adi bir dənə Porsche-ni ölçmək üçün, baxın, bax belə bir alətdir, mikrometrdir, yəni bunlar hamısı, mikrometrlə ölçülür, qardaş, ölçülür. Ölçüləndən sonra, cilizdə bu nutrometr ayarlanır, yəni bu açar. Ayarlanır, həm cilizi ölçülür, həm Porsche-nin sotkası ölçülür və ona dəqiq ölçülər verilir o motora. Qaldı kladiş məsələsinə. Kladişdə valı ölçmək üçün, valı ölçəndən sonra yenə bunun ölçüsünü yenə belə deyək, köçürdürsən buna. Bunun ölçüsünü buna köçürdəndən sonra korenoy kladişləri, yəni kladiş, baxın, korenoy kladişdir. Bunu bağlayırsınız bloka. Bloka bağlayandan sonra bundan bütün blokun ki olur, blok var ki 5 dənədir, blok var ki 4 dənədir, blok var 8 dənədir. İndi korenoy yerlərindən söhbət gedir də. Bloka salandan sonra bu açarı bundan dəqiq ölçü verirsən ki, blokda nə qədər çöküntü var və yaxud blok standartdır və yaxud blok remonta getməlidir. Bunu aydınlaşdırırsan. Bunları eləyəndən sonra başlayıram o motoru yığmağa. Onu standart, yəni zavod qaydası ilə, zavod üsulu ilə, yəni motor yığıram mən. Yığılan ərəfələrdə balaca boltları bu çəki açarı ilə, orta boltları və böyük boltları bu çəki açarı ilə, çəkidən sonra nə edirəm? Görürsünüz bunu, bu qradus açarıdır. Boltların elə bir çəkidən sonra dərəcə verilir. Bunlarla motoru yığıram və müştəriyə maşın təhvil verirəm. Yəni belə pis çıxmasın, ona görə mənim vazvıratım yoxdur. Çox adam soruşur ki, ay usta, sənin vazvıratın olmur falan. Mənim vazvıratım ola bilməz, mənim əzizlərim. Mən burada, məndə olan açar çox adamda yəni yoxdur. Yəni hələ bu yəni az bir faizidir. Yəni bunu göstərmək istəyirəm ki, yəni bunlar hələ az bir faizdir. Mən bu cürlə motor yığıram. Yəni qarantiyalı şəkildə motor yığıram. Qarantiyada maksimum verirəm 10.000 kilometr. Qardaş, mən dəhşətə gəldim. Ay ustalar, o bəzi ustalar var, Allaha and olsun, mən dəhşətə gəldim onların əlində. Deyir ki, 80.000, 70.000 qarant. Qardaş, zavod özü 100.000-i risk eləyib verir. Mənim əzizim, yəni mən bu cürlə motoru yığıram, 10.000 kilometr verirəm. Niyə? Səbəb nədir? Çünki hər sürücünün sürüşünü bilmək olmur. Olur ki, mən burada motor yığıram, adam maşını qovur. Bilmir. Yəni motorun da bir apqatka dövrü var. Yəni bu Porsche-nin o cilizin içində işlədikcə, silindrin içində bu kolçalar ki, bunun boyundakı bu kolçalar var. Bunlar oturmalıdır yerinə. Bunlar hamısı yerin alana kimi, yəni bu 5.000 kilometr elə apqatka getməlidir. Olur ki, indi bu apqatka məsələsini, yəni belə deyək, öyrəşdirməkdə elə bir tezə detallar olur da, bunlar heç biri işlənmiş olmur motoru yığanda. Olur ki, apqatka dövrünü adam bilmir, başı çıxmır, anlayışı yoxdur yəni bu məsələdən, aparır maşını qovur və bu detallar, bu qoyduğumuz detallar hamısı iznos gedir. Ona görə sürücüləri bilmək olmur. İndi bəzi olur ki, çox vaxt yəni sürücülərin yəni problemindən baş verir belə şeylər. Olur ki, məsəl üçün motor hərarət eləyir yolda,
qalxır məsəl üçün istiliyib basır sürür elə də dağıdır. Olur ki yağdır məsəl üçün indi məsəl üçün axır harasındansa damızdırır baxmır. Yağsız da sürür dağıdır motoru. Yəni bunlar bax hamısı nəzərə alınır. Yəni mən motoru yığanda dəqiqliyinə yığıram ki yağ buraxan yeri belə, su buraxan yeri belə, damcı belə, nəmərmə belə olmamalıdır. Əgər varsa onu vaxtında aradan qaldırıram. Olur indi maşınlar var ki, köhnə maşınlardır. Məsəl üçün belə deyim, 95-in, 97-nin, 77-nin maşını fərq eləmir yəni. Motordur. Motorun bütün motorlar bu alətlərin şotuna yığılır. Yəni bu alətlərin, bu mikrometrlərin, bu nutrometrin, nə bilim, çəki açarıdır, dərəcə açarıdır, bunların şotuna yığılır. Yəni padqon ki, o indi mənə ustalar başa düşər yəni. O valı qoyurlar, padqon eləyirlər, bağlayırlar, açırlar, baxırlar, sürtmür. Yəni bu alətlər olandan sonra ona ehtiyac yoxdur. Yəni bu alətlərin ki var əlində, sənin bir dəfəyə promoy valı qoyub bağlamağı polnu olar. Yəni bu kladişi qoyursan, sıxırsan, kladiş sürtür, içini yeyir. Təzədən o düzəldirsən, həmin yığıntılı kladişi qaytarıb yerinə qoyursan, bu yaxşı şey deyil. Bu birinci məsələ. Yəni bununla yığılan motor dəqiq yığılır. Yenə deyirəm, gəlin bu qarantiya məsələsinə. Qardaşlar, sizə quzu kəsin. Bu qarantiyanı siz necə verirsiniz, necə risk edirsiniz? Ya sizin arxanızda bir sponsorunuz var, ya da ki artıq pulunuz var ki, yəni nəsə problem olanda cəmaata bir motor alıb verəsiniz. Yəni mən belə başa düşürəm. Ancaq yəni bu riski yəni mən boynuma almıram. Mən belə pis çıxmasın, işimi görürəm bir dəfəyə. Bir dəfəyə təhvil verirəm. Yəni mən risklə iş görmürəm. Garantiyada verəndə mən patolog verirəm 10.000 kilometr. Ay qardaş, siz 50.000, 60.000, 70.000 garantiya necə verirsiniz? Mənə o hissəsi çox qaranlıq qalır. Yəni zavod özü belə, maşını icad edən zavod özü 100.000-ə, yəni 100.000-dən yəni risk eləyib maşını garantiya ilə verir. Adam hələ özü motoru ixtira eləyir, sıfırdan özü motoru düzəldir, təhvil verir. Yəni biz bunu necə eləyək? Bax, mən də ustayam sizin kimi. Bax, mən belə açarlarla işləyirəm. Yəni dəqiq ölçü ilə, dəqiq sotka ilə, dəqiq motor yığıb verirəm, səssiz, sakit çıxır gedir. Siz onu necə bacarırsınız? Yəni mənə çox maraqlıdır bu məsələdə. Yəni aktual bir məsələyə toxunuram. Amma bu qarantiya məsələsi. Qardaş, keyfiyyətli iş, qarantiyaya ehtiyac yoxdur. Əgər sən keyfiyyətli iş görürsənsə, bütün detalları orijinal detalla və yaxud çotqi, zazorlarla yığıb verirsənsə müştəriyə, bu sənə problem yarada bilməz, qardaşlar. Bu heç kimə problem yarada bilməz. Ona görə də yəni çox vaxt müştəri ilə usta arasında söz-söhbət olur bəzi məsələlərdə. Niyə görə? Hamısı bax çoxsunda yəni deyirəm ki, yəni çox ustalarda belə açarlar yoxdur deyən. Ona görə də problemə düşürlər motor yığmaq cəhətdən. Yəni motor yığmaq özü bir yəni incəlik tələb eləyən bir şeydir. İncəliyi də yerinə yetirən bütün bu alətlərdir. Yəni sizin qabağınıza qoyduğum bu alətlər hamısı incəliyi tələb eləyir. Yəni çəkidir, qradusudur və yaxud sotka ölçənləridir. Yəni bu ölçü parametrləri hamısı hansı motorda nə qədərdirsə o qoyulmalıdır. Yəni ondan artıq qoyulmur mənim əzizlərim. Yəni mən bunu demək istəyirəm ki, yəni bu garantiya verəndə baxın görün nə motora garantiya verirsiniz və necə yığdığınız motora garantiya verirsiniz. Qardaş, bu garantiya verəndə elə garantiya verin ki, inandırıcı bir şey olsun ortalıqda. Adam gedər, məsəl üçün 20.000 sürər, yəni sürüşünü də düzgün sürməz maşını, yəni qovar, eləyər, yəni çapar da maşını. Yəni adam var ki, yəni onun üçün dağıtmaq, maşını dağıtmaq 2x2 də dəmir yeyən adamdır. Sən bu adamı necə garantiya verirsən, yəni mənə çox maraqlıdır yəni bu məsələdə. Ona görə də yəni buradan elə öz sənət yoldaşlarıma da demək istəyirəm ki, qardaşlar, yəni biraz belə məsələdə diqqətli olaq. Vallah yəni indiki insan bəzi sürücülərə etibar yoxdur. Yəni adam pravanı gedib pulla alan adamdır, oxuyub alan adam deyil. Yəni mən bunu demək istəyirəm ki, yəni bu garantiya məsələsində yəni biraz dəqiq olaq. Bu birinci məsələ. Belə də ki, mənim nömrəm səhifədə var. Bəli, mənim nömrəm səhifədə var. Kimə lazımdırsa, nömrəmi səhifədən götürə bilər. Pojalsta, yəni mənimlə əlaqədə saxlaya bilər. Yəni nə problem var da deyə bilər. Yəni mən bunu paylaşmağımda məqsədim odur ki,
Yəni iş görəndə öz sənət yoldaşlarıma da deyirəm, iş gördürənlərə də deyirəm ki, yəni belə alətlər olan adamlarla işləyin. Çünki dəqiq ölçü, dəqiq motor yığan adam baba belə alətlərlə işləyir. Başqa cür yəni mümkün deyil. Botkayka açıb bağlamağa çımadandır da, bir dənə belə 4 gün çımadandır. Aldılar. Hə bu botkayka açıb bağlamaqdır. Yəni bu başqa şeydir. Yəni o adam belə deyək, aparır şilfovşiklə nə dedi, onunla hərəkət edir. Ancaq mən xoşlamıram belə şeyləri. Yəni mən dəqiqliyi sevən adamam. Yəni şilfovşik o işi görsə belə mən onu yoxlayıb təzədən yığacam. Yəni o işdə mən bir dənə CP tapsam, avtomatik aparıram şilfovşikin yanına ki, qardaş, sən burada səhv eləmisən. Vəssalam. Yəni bunu əvvəlcədən bu alətlərin şotuna demək lazımdır ki, səhər şilfovşiklə, motoristlə bir də müştəri arasında, 3 nəfər arasında söz-söhbət düşməsin. Yəni mən bunları demək istəyirəm. İndi məni kim necə başa düşdü. Allah canınızı sağ eləsin. Mən bir söz demirəm. Ancaq bu məsələlərdə biraz diqqətli olaq mənim əzizlərim. Yəni motor işi həqiqətən məsuliyyətli işdir və bu hərəkətdə olan detalları düzəldirsən. Bu Porsche-in elə belə şey deyil. Bu motor tikidə işləyəndə ən azından 900 abrot val vurursa, bu hər bir partlamaq üçün bu 4 dəfə gedir gəlir silindirin içində. Yəni valı 900 abrot fırladır. Bu zarafat şey deyil. Yəni bu kladışda həmçinin, bu da valın boynunda oturur. Yəni 9 tikidə elə 900 abrotdur. Qaz verəndə yəni gedir də yəni o. Yəni bilmirəm indi fikrimi tuta bildiniz yoxsa yox. Diqqətiniz üçün çox sağ olun, təşəkkür edirəm hamıya. Çox sağ olun.